Salam Çinarə, sabahınız xeyir olsun. Bəli, qeyd elədiyim kimi Bakıda daha bir ünvanda, yeni ünvan plana düşüb. Elə biz hazırda həmin ərazilərdən birindəyik. Bakının Binəqədi rayonu ərazisində yerləşən 2-ci Mədən Körpüsü küçəsindəyik və burada yerləşən 92-352 ünvanda yerləşən binada qəzalı vəziyyətdə olması səbəbindən bu ərazidə plana düşüb və ərazi söküləcək. Elə bununla bağlı da biz informasiya əldə etdik və qeyd olunur ki, bu bina 1908-ci ildə inşa olunub. Hətta biz buradakı sakinlərlə də həm söhbət olduq və qeyd elədilər ki, məhz bu binanın çölündə kosmetik işlər aparılıb və elə bu baxımdan da kosmetik işlərin aparılması səbəbindən çöl yaxşı vəziyyətdə görünür, amma içərisi bu vəziyyətdədir və buradakı mənzillər qəzalı vəziyyətdədir və qeyd olunur ki, yenə buranın plana düşməsi səbəbilə söküləcək və hər kvadrat metr üçün sakinlərə 1340 manat məbləğində pul vəsaiti təqdim olunacaq və təbii ki, burada nəzərə alsaq elə evlərin kvadrat metri də az olduğuna görə, yəni evlərin ölçüsü balaca olduğuna görə və hər kvadrat metr üçün də əgər 1340 manat pul təqdim olunarsa, kompensasiya təqdim olunarsa, həmin şəxslərin ev almaq məsələsi də bir qədər çətin ola bilər. Çünki bir-iki mənzillərin qiyməti də günü-gündən bahalaşır və insanlar onlara təqdim olunan pula ev tapmaqda çətinlik çəkə bilərlər və bir məqamda qeyd edir ki, paytaxtın Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib və təbii ki, indiki məqamda biz bilirik ki, Bakının baş planına uyğun olaraq bir sıra tarixi binaların qorunması, strukturunun qorunması, yenilənməsi, eyni zamanda bəzi ərazilərdə parklar, göylər və digər yəni ünvanların sağlanması məqsədi ilə həmin ərazilərdə də söküntü işləri aparılacaq və indiki məqamda da elə biz hazırda olduğumuz Binəqədi rayonunda yerləşən 2-ci Mədən küçəsi 92-352 ünvanındakı məhz bu binada, baxın hazırda siz elə həmin kadrları izləyirsiniz. Binanın çölündə kosmetik işlər aparılıb, saz vəziyyətdə görünür, amma içərisi bu cür qəzalı vəziyyətdədir və digər yəni artırmalar da tikilib burada və elə bu da təbii ki, qəza riskini bir qədər daha da yüksəldir, aşma, uçma təhlükəsi var və bu baxımdan da elə Bakının baş planına uyğun olaraq təqdim olunan ünvanlardan məhz burada, biri də buradır ki, burada da söküntü işlər aparılacaq. Hələ ki, sakinlərlə danışılmayıb, irəliyən dövr ərzində sakinlərlə görüşlər keçiriləcək və onlara da dediyimiz kimi hər kvadrat metr üçün nəzərdə tutulan 1340 manat məbləğində kompensasiyanın təqdim olunması ilə bağlı məsələdə müzakirə ediləcək və biz elə hazırda həmin ünvanı da tapdıq və elə bu Binəqədi rayonunda yerləşən məhz bu istiqamətdə növbəti, yəni plana düşən ünvanlardan biri də məhz buradır. Burada da söküntü işləri aparılacaq. Hələ ki, Çinarə təqdim etdiyimiz informasiyalar, yəni əldə etdiyimiz informasiyaları təqdim etməyə çalışdıq. Bakının Binəqədi rayonunda yerləşən növbəti bu ünvandır ki, məhz burada da plana düşəcək və plana düşüb artıq və söküntü işlərinə start veriləcək. Təbii ki, sakinlərlə görüş keçiriləcək, onlarla razılıq əldə olunduqdan sonra, amma indiki məqamda təqdim olunan o məbləğ ki var, onunla məhz burada kiçik ölçülü evlərin yəni sakinlərini qane edəcəkmi? Onlar həmin əldə etdikləri pula ev tapa biləcəklərmi? Təbii ki, bu məsələdə müzakirə edilir. Bir sıra önəmli məqamlardan biridir ki, həmin sakinlərin evlə təmin olunması məsələsi də gündəmə gəlir və elə bu baxımdan da ümid edirik ki, irəliyən dövrdə məsələ ilə bağlı hər iki tərəfi qane edən ortaq razılıq əldə edilir. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizimlə bölüşdüyünə görə